Stomatologiyada ən aktual məsələlərdən biri də düzgün planlamadır. Bunun üçün xəstənin şikayəti, ümumi sağlamlıq vəziyyəti və əvvəlki stomatoloji tarixi dəqiq öyrənilməlidir. Kliniki baxış keçirilməli və rentgenoloji müayinələr tələb olunmalıdır. Ağız boşluğunda karyeslərin, periodontal vəziyyətin və diş sırasındakı qüsurlar tam öyrənilməlidir və bundan sonra planlama aparılmalıdır. Planlama 3 hissədən ibarətdir. Birinci hissə ilkin və təcili müdaxilədir. Bu zaman pasientdə ağrılar və iltihabi proseslər varsa aradan götürülməlidir. İkincisi əsas müalicə müddətidir. Bu zaman kanal müalicələri, cərrahi müdaxilələr, plomblar və ortodontik müdaxilələr varsa həyata keçirilir və sonda təhvil mərhələsidir ki, görülən işlər pasientə təqdim olunur.